dostlar, hoş gördük. Bugünləri yeni bir proyektimiz var. Depin projesidir. Depin proyektləri inşallah gələcəkdə sizinlə izah edəcəm. Hal-hazırda whitelist deyilən bir funksiya var. Yəni whitelist dediyimiz belə bir şeydir ki, ilk öncə bizlər bu sistem onlayn olduqda biz test etməyə başlayacağıq. Daha sonra bir müddət sonra başqaları test etməyə başlayacaq. Yəni ilk öncəlik bizə veriləcək. Yəni whitelistin önəmi budur. Burada da çox sadə hal-hazırda Sephora bu önümüzdəki proyektə qatılmaq üçün sign in with Google deyirik. Bir dəqiqə gözləyirik. Hal-hazırda mən daxil olduğuma görə burada çıxmadı. Yəni siz öz Gmail adresiniz çıxacaq. Onu seçib continue edib, yəni irəli edib bu bölməyə gəlib çıxacaqsınız. Burada invite member, yəni funksiyasını seçib videonun altındakı kodu bura daxil edirsiniz. Yəni referral kodu daxil edib continue edib belə bir səhifəyə gəlib çıxırıq. Dostlar, burada gördüyünüz kimi bizdə 0 xaldı not whitelist yazıb. Yəni bizim whitelistdə olmağımız üçün, yəni bu buranın yaşıl olmağı üçün 1000 xala ehtiyacımız var. Bu 1000 xalı necə toplayacaq? Düşürük aşağı. Gördüyünüz kimi burada referral friends deyilən bir bölmə var. Hər bir referala 200 xal bizə verəcək. Bunun üçün də nə edəcək? Bu kodu kopyalayacaq, bizə aid olan kodu kopyalayacaq. Daha sonra 5 dənə Gmail açacaq öz adımıza. Logout deyib həmin Gmaillərin, açdığımız Gmaillərlə bir öncə göstərdiyimiz qaydada, yəni videoda gördüyünüz qaydada daxil olub bu kodu öz bizə aid olan referral kodu orada bir öncəki kimi daxil etdiyimiz kimi yenidən daxil edəcəyik və ən sonunda 1000 xalı toplayacaq və burada bizdə yaşıl olacaq, yəni whitelistdə olmuş olacaq. Yəni çox sadədir. Bu proyektdə yerimizi alaq. Daha sonra bu proyekt onlayn olduqda biz başlaya biləcəyik. Burada home yox, mission deyilən bölmədə hal-hazırda whitelist olmadığımız üçün çıxmır. Yəni burada yeni missiyalar olacaq. Twitter bağlamaq və Discord bağlamaq çox sadə. Yəni sizdə bu yaşıl olduqdan sonra bu hissəyə diqqət yetirərsiniz. Yəni çox sadə işlərdir. Dostlar, burada da yerimizi alaq. İnşallah onlayn olduqda sizləri xəbərdar edəcəm. Yəni bu barədə dediyim kimi həmişə Telegramı izləyin. Telegramda sizlərə göstərəcəm. Yeni bu proyektlərimizə isə Connect Wallet bölməsindən Connect deyirik. Metamask'ı hal-hazırda açdığım üçün, yeni açdığım üçün bu saytı yeniləmədiyim üçün gördüyünüz kimi Metamask işarəsi gəlmir. Gərək saytı yeniləyək. Daha sonra gələcək. Baxaq bir də. Buradan Metamask yox dostlar. Saytı yenilədikdə düzələcək. Hal-hazırda yeniləmə verək. Continue Connect Wallet deyirik. Geriyə qaydırıq. Gördüyünüz kimi dostlar, burada yuxarıda artıq Metamask var. Buna daxil oluruq. Gördüyünüz kimi bizim Metamask'ımız açılır və bağla deyirik. Daha sonra switch deyirik. Metamask'ımız yeni olduğu üçün bu şəbəkə bizdə Metamask'ımızda yoxdur. Ona görə gördüyünüz kimi Faurus testnesi əklə deyir. Yəni biz bu şəbəkəni bu Metamask'a əlavə edəcəyik. Bunun üçün də çox sadə onayla bölməsinə tıklayacaq və bu şəbəkə bizim Metamask'a əlavə olacaq. Daha sonra əlavə oldu gördüyünüz kimi. Baxaq.
Görürsünüz Paros testnet. Daha sonra continue deyirik. Önümüzdə belə bir şey açılır. Onayla deyirik. Və belə bir səhifə açılır. Hər gün dostlar girib check-in deyilən bölməyə biz tıklayırıq və burada xal toplayırıq. Hər gün bunları etməliyik. İlk öncə home bölməsinə daxil olub aşağıya düşürük. Buradan climb now deyilən bölmə açıq olmalıdır. Bizdə hal-hazırda açıq deyil. Səbəb də dediyim kimi saytı yenilənmək lazımdır. Çox güman ondan baş verir. Hatta bot təsdiqləməni etməliyik. Daha sonra climb now bölməsi açıq olacaq. Hal-hazırda isə saytda problem var. Problem ondan yaranıb. Yuxarıda gördüyünüz kimi bizim public adresimizdir MetaMask'ın. Bir dəqiqə yenilənmə verək. Hal-hazırda görürsünüz yoxdur. Climb now yazıb. Dostlar, burada bunların gördüyünüz kimi ben robot değilim bölməsinə tıklayırıq. Burada yuxarıda yazılan sözlər diqqət edirik. Burada eynisini tapmalıyıq. Gördüyünüz kimi otobüs deyir. Otobüsü axtarıb tapırıq. Doğrula deyirik və doğrulanır. Biraz öncə mən əldə etdiyimə görə hal-hazırda məndə 24 saat göstərir. Sizdə isə açıq olacaq və siz o tokeni götürəcəksiniz. Paros adında token olacaq. MetaMask'ınıza düşəcək. Daha sonra daxil o experience'a daxil olursunuz. Burada aşağıya düşürük. Dostlar, gördüyünüz kimi sadə şeylərdir. Twitter izlə, Discord izlə. Yəni hər biri sadə bir şeydir. İlk öncə follow deyirik. Daha sonra bizim Twitter'ə icazə istəyir. Burada Avserin app deyirik. Gördüyünüz kimi binding successful yazır. Yəni qoşuldu artıq Twitter adresimizə. Sonra join Discord deyirik. Önümüzdə Discord adresi açılacaq. Burada yetkiləndir deyirik. Yəni icazə veririk. Daha sonra düşürük. Yenidən follow deyirik. Yəni həmin proyektin Twitter adresinə gedirik. Burada takip edirik. Çünki dostlar, bunu takip etmək bizim özümüzə xeyirdir. Zil düyməsini açıq qoysaq daha uyğun olar məqsədə. Hər yeni bildirim gələndə biz diqqət edəcəyik ki, bu proyektdə yeni nə baş verib. Yəni hər kəsdən öncə məlumat əldə etmiş olacaq. Yəni ona görə takip edib zili açmağı unutmayın ki, yeni nəsə çıxdıqda öncədən məlumatımız olsun. Yəni hər dəfə video çəkib sizi vaxtında məlumatlandırmaya bilərəm deyə bunları özünüz edin. Daha sonra nə edəcəyik? Sayta geri dönəcəyik. Burada verify düyməsinə basacaq və bizə xal verəcək. Altta gördüyünüz Twitter'ləri retweet deyirik və reply deyirik. Bunları etməsək də dostlar, biz verify dedikdə, yəni gördüyünüz kimi bu postun altına mesaj yazmaqdır, bu isə postu yeniləməkdir. Yəni bunları etmədən belə biz verify dedikdə bizə o xalı vermiş olacaq. Bəzi proyektlər Twitter'da, yəni bu missiyaları etməsək belə bizə həmin xalı verir. Bəziləri isə vermir. Ona görə bunları diqqət yetirəcəyik. Gördüyünüz kimi reply dediyimizdə postun altında nəsə yazmaqdır. Yəni sadə bir şeylər dostlar, bunlar yavaş-yavaş da öyrənəcəyik. Verify deyəcəyik. Altda da verify deyəcəyik. Hər ikisini də təsdiqləyəcək dostlar. Yəni heç bir problem olmayacaq. Gördüyünüz kimi biz bunları etməmişik. Amma verify dedik və
ikisini də qəbul etmiş olacaq. Daha sonra biz bunlar təsdiqləyənə kimi Discord-a gedək. Hazırda təsdiqlədik. Gördüyünüz kimi üçünü də təsdiqləmiş olduq. Gedirik Discord bölməsinə. Join deyirik. Bizi belə bir səhifəyə atır. Continue deyirik. Gözləyirik. Dostlar, hal-hazırda bu Discord-a telefon nömrəsi əlavə etmədiyimə görə Verify butonu çıxmır. Yəni Verify bölməsi açıq deyil. Sizə çox sadə, əgər nömrənizi qeyd etsəniz, Verify deyilən bölmədə aşağıda gördüyünüz Verify bölməsindən bu bölməyə də tıklayacaqsınız. Orada ya rəqəmlər olacaq, ya da ki sözlər olacaq ki, tapın deyə. Siz də onları tapacaqsınız, yəni Verify olacaqsınız, yəni təsdiqlənmiş Discord abunəçisi olacaqsınız. Hal-hazırda bunları etməsək belə, biz bu proyektdən, öncəki səhifədən xallarımızı toplaya biləcəyik. Gəlirik, verify edirik və gözləyirik. Gördüyünüz kimi dostlar, təsdiqləyir. Gəlirik yuxarıda swap bölməsinə. Burada swap bölməsində swap'a tıklayırıq. Önümüzdə belə bir açılsa göstərəcəm sizə. Sayt açılacaq. İnternetlə bağlı belə bir donma baş verə bilər. Aha, açıldı. Dostlar, burada nə edirik? İlk öncə connect deyib bizə aid olan MetaMask-ı bağlayırıq. Gördüyünüz kimi bağla deyirik. Və daha sonra dostlar faucet bölməsinə daxil oluruq. Burada USDC seçili olan bölmənin altında request deyirik və test tokenini əldə etmiş oluruq. Ola bilər bizə biraz gec gəlsin, amma hal-hazırda keçək trade bölməsinə, oradan sizə izah edəcəm nə etməliyik. Oradan faucet dedik, topladıq. Bu pul bölməsini də sizə izah edəcəm. Hal-hazırda trade bölməsində bəzi işləri görməliyik. Daha sonra bura qayıdacaq. Yəni burada da çox sadə işlər görəcəyik. Bir dəqiqə, analiz deyilən bölmədə isə gündəlik bu proyektdən nələr edilib, nə işlər görülüb, onları göstərir. Yəni bizim işimiz trade və pul bölməsindən olacaq. Trade bölməsinə gəlirik. Burada faucetdə nə var, əldə etdiyimiz USDC-ni seçirik. Buradan əldə etdiyimiz USDC-ni seçirik. Hal-hazırda dediyim kimi 0 göstərir. Çünki internetlə bağlı gecikmələr olur. Buradan əldə etdiyimiz token hər arzuda gəlməyib. Təkrar yenə yoxlayaq. Siz də tez-tez belə yoxlayın. Vaxtaşırı olaraq gələ bilər. Nə üçün bunu istəyirik dostlar? Çünki biz Paurus testnetinin tokenin biraz öncə faucetdən aldıq. Əsas bizə lazım olan token Paurus olacaq. Yenə də gəlmir. Yoxlayıram. USDC gəlmir. Gəlin sizə bunu bir fərqli variantda göstərim. Düşünün ki, eyni USDC yuxarıdadır. Burada hal-hazırda Paurus da bizdə kiçik məbləğlərdə yazıb biz USDC çevirəcəyik. Hal-hazırda donma var. Aha, swap deyirik. Yəni biz dəyiş-döyüş etmiş oluruq. Bu qədər sadə. Onayla deyirik. Gördüyünüz kimi onaylandı.
Hal-hazırda bizdə USDT yenə də gəlməyib. Gəldiyi təqdirdə 1000 dənə USDT-ni Faurusa çevirin ki, bu bizim bu proyektdə iş görə biləcəyimiz işlərin komissiya haqqını ödəyə biləcəyimiz tokendir. Yəni əsas token Faurus olacaq. Ona görə biz 1000 dənə USDT-ni Faurusa çevirməliyik mütləq şəkildə. İndi hal-hazırda USDT gəlmədiyi üçün biz əlimizdəki olan Faurusu bütün burada yerləşən səhifədə olan tokenlərə çevirəcəyik ki, daha sonra o biri səhifələrdə işlər görə bilək. Hal-hazırda yenə də gəlməyib. Gördüyünüz kimi bizdə əlimizdə az olduğuna görə Faurus seçirik. Hal-hazırda VIP Faurusu seçdik. Çox cüzi məbləğ yazırıq. Gördüyünüz kimi azdır, bizdə 0.19-dur. Vuraq deyirik. Onayla deyirik. Sonra bizdə görsənir. Sonra USDT seçirik. Burada da yenə kiçik məbləğ qeyd edirik. Gözləyirik. Swap deyirik. Confirm deyirik. Onayla deyirik. Belə bir şey açılır. Burada nə qədər belə işlem etsək dostlar, bizim xeyrimizədir. Çünki gələcəkdə proyekt bunlara diqqət yetirir. Kiçik məbləğlərdə bu işləri təkrar edin gün ərzində mümkün olan qədər. Yenə swap dedik. Onayla deyirik və dəyiş-döyüş edirik. Gördüyünüz kimi bizdə swap oldu. Keçirik pul bölməsinə. Bu dəyişdirdiyimiz tokenləri, 4 tokeni bir-birlərinə pul bölməsindən bank sistemində necə ki pul yatırırıq, burada da eyni sistemlə tokenləri yatırıb bizə qarşında faiz verilə biləcək sistemdir bu. Seçirik, USDT-ni seçirik. İlk öncə Faurus olacaq, ikinci USDT olacaq. Burada gördüyünüz kimi 3 seçim var. 0,5, 30, 1%. 1% oldu biz təhlükəni, yəni riski azaltmış oluruq. 30% seçdə də riski biraz daha çoxaltmış oluruq. 0,5-də biraz daha çox olmuş olur risk. Bu əsas pullarla, yəni real pullarla etdiyimiz əməliyyatlarda önəmlidir. Burada test olduğu üçün çox da önəmli deyil, amma özümüzü əlimizə alışdırmaq üçün 1% seçirik. Və aşağıda Faurus bölməsində biz kiçik məbləğlər yazacağıq. Və belə bir şey açılacaq. Gördüyünüz kimi Approve USDT deyəcəyik. Onayla deyəcək. Daha sonra preview deyəcək. Add deyəcək. Yenə MetaMask-ı onayla deyəcək. Close. Yenidən new pool. Gördüyünüz kimi burada bizim paritəmiz düşdü. Yəni yatırdığımız məbləğlər düşdü. Yenidən new pool deyib başqa ekvivalentdə olan tokenləri bir-birləri ilə yatırım edəcək ki, burada bizim siyahıda düşsünlər. Yenə Faurus qalacaq. Yenə fərqli bir token seçəcək. USDT seçəcək. Biraz öncə USDT seçmişdik. İndi isə USDT seçirik. Bunlara diqqət edin. USDT-də ikisi də dollar ekvivalentidir. Yəni 1 dollara bərabərdir kriptoda. Yəni bunlar biraz başınızı çox yormayın. Gələcək zamanda öyrənəcəksiniz. Hal-hazırda biz USDT seçirik. Yenə dediyim kimi 1% seçirik. Kiçik məbləğləri qeyd edib yenə Approve USDT deyəcəyik. Onayla deyəcəyik. Preview deyəcək. Add.
və MetaMask'da onaylayacaq. Gördüyünüz kimi dostlar, bunu da etmiş olduq. İkincisi də gəldi düşdü. Yenidən New Pool deyəcək. Burada artıq Powerus'a çevirib Web Powerus deyəcək. Gördüyünüz kimi. Daha sonra yenə USD seçəcək. Edit deyəcək. Yenə 1% seçəcək. Xırda məbləğlər qeyd edəcək. Yenə Approve. Eyni qaydada, yəni çox sadə şəkildə əməliyyatlar edirik. Onayla dedik. Yenidən Preview dedik. Add. MetaMask'ı onayla deyirik. Close. Üçüncüdə gəldi düşdü gördüyünüz kimi. Yenidən New Pool deyirik. Yenə Web Powerus'a çeviririk. Select Token deyib. Yenidən USD deyirik. Yenidən Edit deyirik. Burada 0.3, 1. Bunlar yeni izah etdiyim kimi 1% seçirik. Yenə Preview deyirik. Add deyirik. MetaMask'dan onayla deyirik. Close. Dördüncüsü də gəlib düşəcək dostlar. Yenidən New Pool deyirik. Bu səfər isə fərqli USDT. Biz öncə Powerus seçdik. Sonra Web Powerus seçdik. İndi isə USDC və USDT-si bir-birinə bərabər seçib yatırım edəcək. Yəni hər tokendən bir dənə işlem etmiş olmalıyıq mütləq şəkildə. Burada gördüyünüz kimi 1% seçdikdə dostlar, biz burada məbləğ qeyd etdikdə aşağıda rəqəm çıxmır, bir öncə çıxırdı. Bunun da səbəbi bu tokende bu hal-hazırda 1% işlənmədiyinə görə 0.30-u seçəcək. O zaman çıxmış olacaq. Hal-hazırda görürsünüz çıxmır. 0.30-u seçdikdə isə gördüyünüz kimi çıxdı. Burada da yenidən izah etdiyim kimi 1%, 0.30, 0.05 bunlar hamısı təhlükənin azaldıb və pul riskini artırıb qazancın əldə daha çox olunmasına xidmət edən funksiyalardır. Bunlarla başınızı çox yormayın. Bunlar hamısı da test olduğuna görə çox da önəmli deyil. Sadəcə məlumat olaraq verirəm sizə. Preview deyib add deyirik. MetaMask'dan onayla deyirik. Close deyirik. Gördüyünüz kimi dostlar, hər birindən hal-hazırda burada var. 5 dənə işlem etdik. 5 dənə iş gördük. 5-i də burada görsənir. Trade bölməsindən gündəlik girib biz dəyiş-döyüş etməliyik. Daha sonra yenə də pul bölməsindən yatırım etməliyik. Orada test tokenlərini etməliyik. Burada da əsas səhifədə gördüyünüz kimi swap bölməsinə biz daxil olduq. Və burada etdiyimiz işləri gördük. Deposit deyilən bölmə isə Private Liquid dediyimiz, bu Private Liquid dediyimiz bölmədə, deposit dediyimiz funksiya isə burada pool deyilən bölmədə biz artıq onu etmiş olduq. Yəni eyni funksiyalardır. Sadəcə öncədən biz etmiş olduq. Yəni ikisini də tamamlamış olmuşuq. Hal-hazırda gördüyünüz kimi. Bizdə daha sonra qalır sent bölməsi. Burada da sent bölməsində dostlar başqa bir kaşloklara cüzi miqdarlarda Powerus tokenindən göndərmək lazımdır. Bunun üçün də biz nə edirik? Öz MetaMask adresimizi kopyalayıb bir dəqiqə dostlar, gördüyünüz kimi öz MetaMask adresimizi, MetaMask'ımızı açırıq. Və public adresimizi kopyalayacağıq. Diqqət edin dostlar, public adresi bütün insanlara görə biləcək adresdir. Daxil edib send deyirik. Onayla deyirik. Hal-hazırda biraz zaman ala bilər. Gözləyirik. Gözləyirik dostlar.
göndərmiş olacaq. Send successful, yəni biz artıq bu işi görmüş olduq. Bu işləri gün ərzində bir neçə dəfə təkrarlayın dostlar. Yenidən send deyək. Nə qədər çox iş görsək, o qədər daha yaxşıdır. Yenidən send deyək, cüzi miqdarı seçək. Nə qədər az göndərsək, o qədər yaxşıdır. Çünki əlimizdə çox az məbləğdə pavrus var. Yenə öz public adresimizi bura qeyd edəcəyik və göndərəcəyik. Bu qədər sadə. Invite bölməsində isə bizim referral linkimizdir. Dostlarımızı bu proyektə çağırmaq istəsəniz, bu linki kopyalayıb onlara göndərin. Yəni onlar da sizin linkinizdən qoşulduqda sizdə burada görsənmiş olsun. Dediyim kimi dostlar, çox sadə proyektdir. Gün ərzində swap bölməsinə girib burada tokenlər bir-birindən dəyiş-döyüş edəcək. Nə qədər daha çox iş görsək, o qədər bizə xeyirdir. Faucet bölməsindən də daxil olub test tokenləri əldə etmək lazımdır. Bu proyektdən bu qədər dostlar. Hər hansı bir sualınız qalsa yenə YouTube-da və yaxud Telegram adresində mənə ünvanlandıra bilərsiniz. Sadə bir işlərdir.